Çünki mən dünən Jackie Chan'ı gördüm. Yəni mənim seçimim belə idi. Ya mən onu axşam bir neçə saniyə görə bilim və bəlkə də heç video çəkə bilməyim və yaxud da ki çəkiliş meydançasına daxil olum və hər şeyi öz gözlərimlə görə bilim. Bugün səhər oyandım və başa düşdüm ki, dünən baş verənləri sizə danışmaq istəyirəm. Çünki mən dünən Jackie Chan'ı gördüm. Və mənim üçün ən maraqlısı sadəcə onu görmək deyildi. Birinci onu deyim ki, mənim iki seçimim var idi. Ya mən axşama kimi orada gözləyirəm və onun çəkiliş meydançasında çıxanda onu görürəm və yaxud da ki, çəkiliş meydançasının özünə daxil oluram. Amma orada telefonu çıxarıb çəkiliş eləməyə icazə yoxdur. Yəni mənim seçimim belə idi. Ya mən onu axşam bir neçə saniyə görə bilim və bəlkə də heç video çəkə bilməyim və yaxud da ki, çəkiliş meydançasına daxil olum və hər şeyi öz gözlərimlə görə bilim. Çünki düşündüm ki, uşaqlıqdan izlədiyim və hamımızın böyüdüyü o dünyaca məşhur filmin meydançasında olmaq, insanların necə işlədiyini, aktyorların təkrar eyni səhnəni çəkdiyini öz gözlərimlə görmək mənim üçün çox vacib idi. Və mən bu şansı təbii ki, qaçıra bilməzdim. Dünən çəkiliş Heydər Əliyev mərkəzində idi və düşünün ki, o qızmar günəşin altında, yəqin ki, bir çoxlarınız artıq internetdə gördünüz o səhnələri, bizə onu çəkməyə icazə yox idi. Yəni qıraqda dayanan insanlara belə, yəni fanatlara belə, yoldan keçənə heç kəsə, yəni icazə yox idi o anları çəkməyə. Yenə də yəni çəkən olub, paylaşan oldu. Amma yəni onu niyə çəkməyə icazə vermirlər? Çünki bu filmdən bir kadrdır. Yəni bu spoiler olar. Yəni o hətta mən sonra orada işləyən insanlar mənə danışdı ki, yəni buna görə onlara necə deyim, yəni söz gəlir. Həm meydançanın özündə, yəni işləyən insanlarla yəni müqavilə bağlanır və yəni buna görə ştraf onlar ödəyir. Yəni əgər yəni nəsə çəkilsə, yəni orada yəni işləyən, yəni heç kəs telefonu çıxarda bilib, yəni nəsə çəkə bilmir. Jackie Chan'ın özünə belə, yəni istədim yaxınlaşdım, yəni belə bir şey yoxdur. Gözlərim zəif olduğundan, amma yenə də o orada yuxarıdaydı, amma yenə də mən gördüm ki, necə dəfələrcə eyni səhnəni, orada bir sürüşən səhnə var idi. Onu neçə dəfə təkrarladı. Hətta orada görürdüm ki, belə oturur, yəni tərini silir. Yəni getəndə onun artıq 70 neçəsə yaşı var və özü hamısını edir. Yəni kaskadyor falan orada var. O ilk öncə o hərəkəti falan hər şeyi göstərir ona, amma özü hər şeyi edir. Yəni çəkilən özüdür. İşləyən insanlar orada yəni danışırdım mən. Hər kəs onun haqqında ancaq pozitiv şeylər, necə mehriban olduğunu danışırdı mən. Hətta mən düşündüm ki, yəni Jackie Chan'ın özündən olsa bəlkə də hər kəslə yəni şəkil çəkdirər, görüşərdi. Sadəcə orada bir qanun var ki, o özü də yəni necə deyim, bu qanunları özü eləməyib. Belə düşündüm. Yəni çünki doğrudan da insan özü çəkiliş meydançasında, yəqin ki, belə də yəni siz görmüsünüz ki, necə fanatlarla da yəni çox mehribandır, çox gülər üzlü. Yəni həqiqətən də çox sadə bir insandır və onu mən hiss elədim orada və onu orada canlı gördüm. Nəysə, nəhayət ki, çəkiliş bitdi və hamı onun artıq getməyini gözləyirdi. Yəni artıq onun maşınları da hazırlandı və o minib gedəcəkdi. Yəni meydançanı tərk etməli idi. Və mən o an düşündüm ki, bura onun həmişə gəldiyi meydançadır, hər kəsi görür, yəni hər kəs də onu gündə görür və düşündüm ki, yəni bura onun iş yeridir. Birincisi, yəni o çox yorğundur və mən gözləyirdim ki, yəni doğrudan da belə yəni yorğun bir şəkildə gələcək və hər kəsi hər gün gördüyü üçün yəni bəlkə heç yəni başını salıb gedəcək də. Yəni mən belə düşünürdüm. Və nəhayət o çıxdı. Deməli mənim gözlərim də biraz həqiqətən zəif görür. Yəni gərək insan yanımda dayansın ki, mən onu tanıyım. Amma yoldaşım da çox narahat idi. Deyirdi ki, bax maskada odur ya. Yəni mən onu artıq onsuz da tanıdım o çıxanda orada. Yəni geyimindən falan yəni artıq tanımışdım onu. Düşdüm və getdim maşına tərəf. Girən anda maşına artıq girdiyi an başını qaldırdı belə və biz olan tərəfə baxdı. Və mən bilmədim neyim. Belə gülümsəyirəm və əl salladım ona. Demək istəmirəm ki, yəni sırf mənə yəni cavab olaraq onu elədi, amma mən elə hiss etdim. Yəni mən ona əl salladım, o da sonra və yenə deyirəm, hətta orada biri dedi ki, yəni o yəni hər gün də çıxır, yəni işləyir, yenə deyirəm, gördüyü insanlardır və yəni bunu hər gün eləmir. Həqiqətən də mən ona əl salladım və ondan sonra o da bizə əl salladı, gülümsədi, maşına mindi və maşın oradan uzaqlaşana qədər şüşəni də aşağı saldı, öpücük göndərdi, yenə əl salladı. Yəni mən o an belə idim yəni. Həqiqətən də o hissləri sizə bəlkə də ötürə bilirəm. Amma doğrudan da yəni çox sevincliydim. Mənim içimdəki o uşaq həqiqətən də dünən çox sevindi. Hətta düşünürəm ki, yəni bir çox məşhurlar, bizim məşhurlarımız belə, yəni o yorğunluqdan sonra yenə dediyim kimi öz meydançasında olduğu halda yəni daha çoxları fanatlara qarşı da, yəni məncə eləməzdi onu. Çünki doğrudan da yorğunsan, baş-başa salıb, yəni şüşələr də bağlısan, gedirsən də, yəni istirahətə gedirsən nəhayət ki. Yəni çünki orada doğrudan da işləməyə gəldi və o belə eləsəydi mən onu yenə də başa düşərdim. Məsəl üçün mən də onu ilk dəfə orada görürdüm və o necə özünü aparacaqsa mən onu yəni belə xatırlayacağam, belə tanıyacağam, yəni həyatım boyu. Və o buna demək
demək ki, önəm verir. O önəm verir ki, yəni onu görən hər kəs onun haqqında, yəni onun necə olduğunu görə bilsin. Və mən dünən gördüm ki, hər dəfə uşaqlıqdan bəri ekranlarda gördüyümüz o insan həqiqətən həyatda da bu cür sadə, səmimi, gülərüz. Biz həmişə Jackie Chan ümumiyyətlə yəni filmlərin ən maraqlı, ən sevdiyimiz hissə o kino bitəndən sonra gedən o titrlardır. Yəni titrlarda o kadr arxası səhnələr. Yəni həm mən dünən o kadr arxası səhnələri gördüm və gördüm ki, o necə ki bizə həmin o kadr arxasını necə göstərirdisə, elə filmlərin özündə, yəni ekran qarşısında o necədirsə, həyatda da belə bir insandır. Çünki onun haqqında dünən orada hər kəs gözəl danışırdı. Necə hədiyyələr paylayır, yəni öz loqosu ilə, öz avtoqrafı ilə, yəni orada işçilərə hədiyyələr paylayır. Hər kəsə çox özəl davranır və adi mənə belə yenə deyirəm ki, yəni orada onu ilk dəfə görən bir dənə mən idim və mənə əgər o onu ötürə bildisə, düşünürəm ki, yəni o insan demək ki, doğrudan da çox gözəl bir insandır. İndi gələk ən əsas məsələ, yəni mənim Jackie Chanla şəklim yoxdur. Video yoxdur. Həmin o anın videosu yoxdur. Yəni mənim meydançada şəklim var, mənə verdikləri o beycikdən şəklim var. Yəni o meydançada videolar, şəkil, hər şey var. Amma bir dənə Jackie Chan'ın özü yoxdur. Mən oradan qaydanda da, evə gələndə də, bugün səhər də, yəni buna görə biraz üzülürdüm. Amma düşünürəm ki, mən həmin anları, yəni bu cür danışa bilirəm, gözlərimlə gördüm. Yəni mən onu ekrandan, telefondan, yəni xatırlamayacağam. Mən onu öz xatirələrimdə xatırlayacağam. Yəni məncə bu doğrudan da çox gözəl bir hissdir və hətta onu deyim ki, yəni bir çox bəlkə də, yəni mənim kimi bir çox, yəni dediyimdə sadə insanlar, fanatlar bəlkə də bu anı yaşamaq çox istəyər. Və dünən orada bir ailə var idi. Ana, ata və 2 uşaqları, 2 oğulları, hansı ki onun portretini çəkmişdilər və çox istəyirdilər ki, onu Jackie Chan'ın özünə versinlər, yəni onunla görüşsünlər falan. Və biz də onlara bacardığımız qədər kömək etdik. O şəkil, o portret, onun çəkdiyi o portret getdi Jackie Chan'ın özünə çatdı. Bəlkə də onlar onunla görüşə bilmədilər, amma Jackie Chan'ın adından onlara hədiyyə də göndərildi. Onu deyə bilərəm ki, yəni Jackie Chan'la bağlı dünəndən mənə qalan çox gözəl xatirələr qaldı. Və məncə ən gözəli də elə budur.